Каждый рабочий день у нас было по две-три встречи, когда рабочая группа обсуждала тот или иной проект. Моя начальница умела мастерски показать человеку, что он сказал что-то глупое. Когда он ждал откликов, она просто выразительно молчала и делала специальное лицо. Одна девушка от этого так смущалась, что однажды не выдержала и убежала в слезах. Əslində bunları oxuyanda bir dənə məqam ağlıma gəldi. Burada naçalnikça deyir, qadın müdirlərdən danışır. Hansı ki, qadınların ümumiyyətlə ə, rəhbər olma, haranısa nəyisə idarə etmə, insani münasibətlərdə balansı saxlama kimi bacarıqlarını kişilərdən daha geridə bilir bəzi toplumlar. Özləri qadın olan bireylər belə, fərdlər belə qadın müdirlərdən elə bir şeylər danışır ki, hər gün nastroyenisi bir cürdür. Bu həmişə belə olub, belə də olacaq. Çünki adətən rəhbər vəzifələr deyəndə kişilər göz önünə gəlir. Çünki onların həyatın digər sahələrində yükü, məsuliyyəti biraz başqa yönümdədir. Ona görə də yəni mənə elə gəlir ki, bunu inkar edən kimsə tapılmaz. Hər nə qədər də başqa şeyləri ön plana çıxarmaq istəsələr, başqa bir şeyləri çoxaltmağa çalışsalar da, bütün hallarda yəni gerçək mənə elə gəlir ömür boyu da belə olaraq qalacaq da, yəni. Düzdür, onu da bacarmır. Necə ki, sükan arxasında olanda qadınlar müəyyən mənada zorbalıqla qarşılaşır. Yəni əslində kişilərə aid də, məsələn, ev işlərini görmək falan, bəzən rollar dəyişir. İnsanlar ailə qurur və güzəşt edir bir-birinə ki, sən dışarıda işlər gör, mən içəridə. Çünki alındıra bilmir də. Dönəm-dönəmdə, məsələn, indi mən evdə uşaqlarla ilgilənim, sonra səni hərənin karyerası, işi, şəxsi münasibətləri zəminində, sonra da yəni ki, zorbalıq tək qadın cinsinin rastlaşdığı bir şey deyil də. Kişilər də əgər ev işlərində uğurlu olsalar, nəyisə bacarsalar, onlar da bir mənada zorbalıqla qarşılaşır. Hər nə qədər də deyilsə ki, ev işləri qadına aid bir şeylər deyil, biz yarı-yarıya bölürük hər şeyi. Çünki dışarı dünyada da sizi kimi savaşçı rolundayıq. Yəni bütün ev işlərini mənə yükləyə bilməzsən də. Bunun uğruna nə qədər evlənməyənlər, nə qədər boşanan qadınlar olsa da, yeni qurulan ailələrdə də bəzi razılaşmalarla bu cür şeylər çoxalsa da, bütün hallarda yenə də daha klassik model ön plandadır. Çünki başqa cür görünməyib, öyrəşilməyib.